Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala Resulina Muhammed ve ala alihi ve sahbihi ecma'in. Esselamu aleyküm. Ve aleykümselam ve rahmetullahi ve berekatuhu. Dua edin inşallah subhanahu wa ta'ala. Amin. Allah Azze ve Celle'nin siz ki bize nasip ettiği yani saymakla kurtarmak olmaz. Və necə ki o nemətlərdən birisi də övlad nemətidir. Zürriyyət nemətidir. Və şübhəsiz ki evlilikdə olan, yəni əsas məqsədlərdən birisi də budur. Necə ki Allah Azze və Cəllə buyurur ki: وَلَقَدْ أَرْسَلْنَا رُسُلًا مِنْ قَبْلِكَ وَجَعَلْنَا لَهُمْ أَزْوَاجًا وَذُرِّيَّةً. Biz səndən öncə də peyğəmbərlər göndərdik və o peyğəmbərlər üçün zövcələr və zürriyyət nəsib etdik. Və həmçinin Allah Azze və Cəllə buyurur ki: وَاللّٰهُ جَعَلَ لَكُمْ مِنْ أَنْفُسِكُمْ أَزْوَاجًا وَجَعَلَ لَكُمْ مِنْ أَزْوَاجِكُمْ بَنِينَ وَحَفَدًا. Əl-Əyə. O Allah hansı ki sizin öz nəfslərinizdən, yəni öz cinslərinizdən sizin üçün zövcələr yaratdı və məqsəd, fayda o zövcələrdən də sizin üçün övladlar və nəvələr yaratdı, xəlq etdi. Bu Allahdan nemətdir və həmçinin evlilikdə olan əsas məqsədlərdəndir. Yəni insanın salih zürriyyətə sahib olması bu Allahdan nemətdir. Və həmçinin təbii ki Allah Azza və Cəllənin bizə bəxş elədiyi nemətlər içərisində ən əzəmətli nemət iman nemətidir, İslam nemətidir. Hansı ki Allah Azza və Cəllə bu neməti bizə bəxş etməklə öz minnətini bizim üzərimizə qoyub. Çünki bəzi insanlar, hətta Peyğəmbər sallallahu aleyhi və səlləmin zamanında o kəslər ki onların qəlblərinə iman tam oturmamışdır, onlardan bəziləri gəlib Peyğəmbər sallallahu aleyhi və səlləmə müsəlman olduqlarına görə minnət edirdilər. Və Allah Azza və Cəllə ayə nazil etdi ki, onlar gəlib sənə müsəlman olduqlarına görə, İslamı qəbul etdiklərinə görə minnət qoymasınlar. Əksinə Allah onlara hidayət bəxş etdiyinə görə onlara minnət edir. Yəni bu Allahın bizim üzərimizdə olan minnətidir və bizə bəxş etdiyi nemətlər içərisində ən əzəmətli nemətdir, o da İslam nemətidir. Necə ki Həsən Əl-Basri rahiməhullah tabiinlərdən bir gün evinə oğru girmiş və bütün əmlakini süpürüb aparmış və həzin şəkildə oturmuş birini görür. Görür ki ağlayır və yaxınlaşır, biraz nəsihət edir və sonra səbəbini soruşanda ki sənin bu kədər və ağlamaqda səbəb nədir? Deyir ki bir gecə evdə olmadı, gəlib oğru girdi evimə və bütün əmlakımı, varımı, yoxumu oğurlayıb apardı. Və Həsən rahiməhullah deyir ki sən Allah həmd elə, Allaha şükürlə. O çox qəribsiyir İmam Həsən Əl-Basrinin bu sözünü və deyir ki mən sənə deyirəm ki evimə oğru girib, varımı yoxumu aparıb, oğurlayıb və sən deyirsən ki Allaha şükürlə. Həsən deyir ki mən ona görə deyirəm ki Allaha şükürlə, şükürlə ki şeytan qəlbimə girib oradan ən böyük neməti, iman nemətini oğurlamayıb. Yəni o dünyalıq nəyinsə əlindən çıxması bu sənin üzərində olan o böyük nemətin itkisi deyil. Hansı ki o İslam nemətidir, qəlbdə olan iman neməti. Bu hadisəni zikr etməkdə səbəb budur ki yəni İslam nemətinin qədrini bilməliyik. Necə ki biz adətən bu həmçinin bəşər fitrətindəndir ki yəni insanın təbiətindəndir ki insan dünya malına qarşı çox hərisdir və dünya malını qorumağa çox hərisdir. Lakin müsəlman həqiqi neməti qorumağa bundan daha çox həris olmalıdır. O da İslam nemətidir. Və
həmçinin Allah Azza və Cəllə bizə əmr edir öz kitabında və Rasulunun sünnətində nemətlərə şükr etməyi. Və nemətə, hansı ki bunu alimlərdən, məsələn İbn Qeym Rahmanullah qeyd edir ki, nemətə şükr etməyin ən gözəl təzahürü o həmin neməti hifz etməklə olur. Yəni Allah Azza və Cəllə sənə övlad bəxş edib, bu nemətdir. O nemətə şükür, o neməti qorumaqla olur. Çünki şükür insanın qəlbi ilə olur, həmçinin dili ilə olur, həmçinin əməllə olur. Və əməllə olan, o nemətə qarşı olan əməli şükür, o neməti qorumaqladır. Və İslam nemətinə də şükür etmək budur, yəni o neməti qorumaq. Çünki neməti əldə eləmək hələm nəsə demək deyil. Əsas o neməti qorumaqdır. O səbəbdən sələflər deyərdilər ki, biz içimizdən kimsə azanda, haqdan dönəndə, o həqiqi hidayət nemətini əldən verəndə biz buna təəccüblənmirdik. Biz o adama təəccüblənirdik ki, eşidəndə ki, filan kəs, məsələn, 20 ildir hidayət üzərində sabitdir. Yəni, biz sabit qalanlara təəccüb edirdik, azanlara təəccüb etmirdik. O səbəbdən İslam alimləri bu neməti, yəni İslam nemətini qorumaq üçün müəyyən qaydalar qoyublar. Xüsusən də fitnənin baş aldığı zamanlarda, yəni müəyyən qaydalar var ki, gərək o qaydalara riayət edəsən. O düzgün mənhəcdə, düzgün əqidədə haqq və hidayət üzərində sabit qala bilmək üçün. Yəni, bu adi bir misaldır. Tutaq ki, sən evin içinə oğru girməsin deyə qapını kilitləyirsən. Harası gedəndə qapını bağlayırsan. Bu, o neməti qorumaq üçün bir səbəbdir. Əgər dünyəvi yöndən belədirsə, necə ola bilər ki, İslam nemətini qorumaq üçün səbəblər olmasın? Yəni, dünyəvi neməti sən qorumaq üçün müəyyən səbəblərdən istifadə edirsən. Bu, belədir. Və həmçinin İslam nemətini də qorumaq üçün sən müəyyən səbəblərdən tutunmalısan və öyrənməlisən bu neməti qorumağın yollarını. Və xüsusən də fitnə zamanında İslam nemətini qorumağın əsas iki yolu var. Əgər insan istəyirsə ki, dağ boyda fitnələr ona təsir etməsin, o fitnələr qarşısında sabit qalsın, gərək mütləq bu iki şeyə riayət edə. Təbii ki, əksər müsəlmanlar belə zənn edir ki, insanın dində sabit qalması üçün əsas amil, səbəb elmdir. Yəni, insan elmləndikcə, çox oxuduqca, çox mütaliə etdikcə onun sabitliyi artır. Və lakin mən deyərdim ki, bu əsas səbəb deyil. Çünki nə çox oxuyanlar var ki, sabit qalmayıblar. O praktikada da belədir. Nə çox elmə malik olanlar olub, onlar haqda sabit qala bilməyiblər. Və nə çox cahillər var ki, onlar dağ boyda fitnələr qarşısında sabitdilər. Bu praktikada da belədir. O səbəbdən elm, yəni mücərrəd elm, elmin, yəni mücərrəd olaraq elmi götürsək, yəni yalnız elmin özünü götürsək, o elm haqda sabit qalmaq üçün elə də böyük bir səbəb deyil. İnsan ola bilər elm tələb etsin və elmdə müəyyən dərəcəyə gəlsin və lakin azsın haqda sabit qala bilməsin. O səbəbdən haqda sabit qala bilmək üçün doğru əqidə və doğru mənhəcdə əsas iki şey. O iki şeydən birincisi cəmaatdan ayrılmamaqdır. Bu çox önəmlidir. Bu dilə bəsit gələ bilər, qulağa xoş gələ bilər. Amma əməli olaraq götürsək bunu, yəni praktikaya keçirəndə bu elə də asan məsələ deyil. Yəni insanın yaşadığı yerdə məruf olan sələfi cəmaatdan ayrılmaması, o cəmaatçılıq anlayışı sabitliyi üçün çox önəmlidir. Hətta o səbəbdən alimlər, məsələn, fiqhi məsələlərdə deyiblər ki, biz bilirik ki, adi
fiqhi məsələlərdə bir var racih rəy, yəni doğru olan rəy, bir də var mərcuh olan rəy, yəni xətalı rəy. Qurana və ya səhih sünnətə müxalif olan rəy. Alimlər fiqh kitablarında bir gözəl qayda qeyd edirlər. Deyirlər ki, racih rəy üzərində, daha doğrusu mərcuh, yəni xətalı rəy üzərində ittifaq, mərcuh rəy üzərində, daha doğrusu mərcuh rəy üzərində ittifaq, racih rəy üzərində ixtilafdan daha xeyirlidir. Yəni, xətalı rəy üzərində insanların ittifaq etməsi, racih rəy üzərində ixtilaf etməkdən daha xeyirlidir. Yəni, bu o deməkdir ki, yəni, məsələn, şəriətdə bir fiqhi məsələ var və sən bilirsən ki, bu fiqhi məsələdə iki rəy var. Və hər iki rəy də əhl-i-sünnə alimlərinin rəyidir. Ayin görüb görünməməsi. Hə, yəni, məsələn, məsələ əqidə, mənhəc məsələsi deyil. Yəni, deyim ki, bu, kimsə bu rəydədirsə, biz onu zəlalətdə ittiham edək, onu cəhmilikdə, rafizilikdə, xaricilikdə ittiham edək. Yox, iki rəydir və hər iki rəydə əhl-i-sünnənin rəyidir. Və lakin bir rəy racihdir, dəlilə daha yaxındır, səhih dəlilə müvafiqdir. Bir rəy isə mərcuhdur, xətalı rəydir. Və lakin sən görürsən ki, sənin yaşadığın bölgədə, məmləkətdə, səndən qabaq insanlar bir rəy üzərində ittifaq edib. İnsanlar ittifaq edib. Allah Azza və Cəllə onları bir rəy üzərində birləşdirir. Və sənə görə o rəy mərcuh rəydir. Xətalı rəydir. Aydındır. Sənin o yerdə özüvə görə racih gördüyün, səhih gördüyün rəyi təbliğ edib, ona dəvət etməyin xətadır. Əgər sənin bu dəvətin cəmaatı parçalayacaqsan, o səbəbdən alimlər deyiblər ki, yəni, mərcuh rəy üzərində ittifaq etmək, racih rəy üzərində ixtilafdan daha xeyirlidir. Yəni, cəmaatçılıq məhfumu budur. Yəni, praktikaya gələndə biraz ağırdır. Və bu sabit qalmaq üçün çox önəmlidir. Bu, Peyğəmbər sallallahu aleyhi və səlləmin, həmçinin sahabələrin sünnətidir. Musa aleyhissalam Tur dağına gedəndə Allah Azza və Cəllə ilə 30 günlüyə vədələşmişdi. Və Harun əleyhissalamı, qardaşını, qövmünün üzərinə nəzarətçi qoyur və gedir Tur dağına 30 günlüyə. Və Bəni İsrail, yəni İsrail övladları Musa aleyhissalamla 30 günə vədələşir ki, Musa aleyhissalam gedəcək və 30 günə qayıdacaq. Və elə olur ki, Allah Azza və Cəllə 10 gündə əlavə edir. O vədəni 40 günə tamamlayır və Bəni İsrail 10 gün səbr edə bilmir. Və həmin o 10 gündə buzova ibadət edirlər. 10 gün səbr edə bilmirlər ki, yəni Musa getdi və gəlmədi. Yəni vədinə xilaf çıxdı və Harun əleyhissalamı da dinləmirlər. Və Musa əleyhissalam gəlir Tövrat lövhələri ilə, gəlib görəndə ki, Bəni İsrail buzova ibadət edir, qardaşı Harunun saçından, saqqalından yapışır. Ayədə də belə gəlir ki, qardaşım saçından, saqqalından yapışma. İbn-i Kəsir rahiməhullah bu ayənin təfsirində deyir ki, baxma ki, bu ayədə saqqal saxlamağa, yəni saqqalın vacibliyinə dəlil olmasa da birbaşa və lakin dolayısı yoluna ayə göstərir ki, Peyğəmbərlər saqqallı olur. Və ayədə gəlir, axı saçımdan, saqqalımdan yapışma. Yəni elə saqqal olub ki, hətta yapışmağa əl gəlir. Yəni Harun əleyhissalamın misalında. Və orada Musa əleyhissalam Harun əleyhissalama Taha surəsindədir. Soruşur ki, nə üçün onlara mane olmadın? Harun əleyhissalamın cavabı nə olur? Deyir ki, ey Musa, mən qorxdum ki, sənin qövmin parçalanar və sonra bir daha bir araya gələ bilməz. Şirk. Yəni şirkdən böyük günah var. Gör, Harun əleyhissalamın dediyi nədir? Qövmin parçalanar və bir daha
bir araya gəlməz. Yəni, qövm parçalanmasın deyə Harun əleyhissalam 10 gün səbr etdi. Hansı məsələdə? Şirkdə, ən böyük günahda, ən böyük zülümdə. Hansı ki, Loğman əleyhissalam oğluna nəsihətində deyir ki, ya buneyyə lə tuşrik billah, innə şirkə lə zulmun azim. Ey oğlum, Allaha şərik qoşma, həqiqətən şirk ən böyük zülümdür. Allah subhanət hələ Quran-ı kərimdə şirki ən böyük zülm adlandırır və müşriklər də zalimlar. Belə bir məsələdə Peyğəmbərin, Harun əleyhissalamın da, biz də bilirik ki, Peyğəmbərlər bəşər olaraq, yəni fitrətən, bəşər olaraq xəta edə bilsələr də, lakin onlar dəvətlərində ismət sifətinə sahibdirlər, məsumdurlar. Və bu dəvət məsələsi idi, lakin qövm parçalanmasın deyə 10 gün səbr edir. Hətta Musa gəlsin və özü hökm versin. Yəni, cəmaatçılıq məfhumu budur. Və həmçinin Peyğəmbər sallallahu aleyhi və səlləmin sünnətinə baxsaq, Allah Rasulü Məkkəni fəth edən günü Allah Rasulunun bir istəyi var idi ki, Kəbəni babası İbrahimin vaxtındakı kimi 2 qaplı eləsin və qapını yer ilə bir etsin. Kəbə İbrahim əleyhissalamın zamanında indiki kimi olmuyor. 2 qapısı olur Kəbənin. Və qapı da yerlə bir olur, hündür olur. Və indiki Kəbədən də böyük olur. Və belə istəyi var idi ki, Məkkəni fəth edəndə Kəbəni söksün və babası İbrahimin vaxtındakı kimi yenidən tiksin. Və lakin etmir. Etmir. Səbəbini soruşanda deyir ki, mən qorxdum ki, qövmüm, yəni Qureyş əhli, hansı ki, onların bir çoxsu təzə hidayətə gəlmişdi, İslamda təzə idilər. Qorxdum ki, onlar deyərlər ki, Muhammed gəldi, bizə hakim oldu və başladı bizi ata-babalarımızın dinini dəyişməyə. Yəni, o cəmaatçılıq məhfumu ki, var idi, yəni, bu elə bir məsələ idi ki, fərz məsələ deyildi. Baxmaq ki, bunu istəyirdi və lakin qəlbində olan o istək, hansı ki biz o hissiyat, emosiya, onları qoydu qırağa. Və nəyi düşündü? Cəmaatı, o cəmaatçılığı. Həmçinin müəyyən münafiqlər var idi Peyğəmbər sallallahu aleyhi və səlləmin cəmiyyətində, yəni Allah Rasulunun cəmiyyətində münafiqlər var idi və onların bəziləri tanınırdı. Yəni bilinirdi ki, bunlar münafiqdir. Və sahabələr gəlib deyəndə ki, ya Rasulullah, bizə imkan yarat onları öldürək və ya cəzalandıraq. Allah Rasulü imkan vermirdi. Nə deyirdi? Deyirdi ki, qıraqdan görərlər və deyərlər ki, Muhammed öz əshabını öldürür. Çünki qıraqdan baxan üçün münafiqlər sahabələrin içərisində idi və Mədinədə onlarla birlikdə yaşayırdı. Yəni, görün Allah Rasulü nəyi düşünür? Və bu cəmaatçılıq məhfumu budur. Və bu xəlifələrin zamanında da belə oldu. Məsələn, Osman radiyallahu anhunun xilafəti zamanında həc vaxtı Osman belə istihad edir ki, namazları Arafada, həcdə qısaltmayaq, yəni birləşdirməyək. Və biz bilirik ki, həcdə namazlar qısalır, həmçinin birləşir. Və Osman radiyallahu anhu ictihad etmişdi, düşünmüşdü ki, biz Məkkədən Mədinəyə köçmüşük, indi xilafətin mərkəzi Mədinədədir. Artıq və lakin Məkkəyə qaydanda, həccə qaydanda, Məkkə bizim ata-babalarımızın yurdudur. Yəni, öz doğma yurdumuza qaydıraq. Yəni, səfər hökmü üzərimizdən götürülür və s. və ilə axır. Belə ictihad etmişdi. Və sahabələrdən, təbii ki, sahabələr bu məsələdə ona müxalif idilər. Və o müxalif olanlardan birisi də Abdullah ibn Məsud idi, radiyallahu anhu. Bu məsələdə Osman radiyallahu anhuya şiddətli şəkildə qarşı çıxırdı. Və lakin həcc zamanı, təbii ki, Osman xəlifə idi və namazda imam durdu. İmam duranda Abdullah ibn Məsud cəmaatla birlikdə, başqa sahabələrlə birlikdə səhvdə durur və Osmanla birlikdə namazı tam qılır. Və namazdan sonra bir qisim tabiinlərdən bəziləri Abdullah ibn Məsudu çəkib kənara və deyirlər ki, ya ibn Məsud,
sən deyildinmi ki, bu məsələdə deyən ki, Osman xəta eləyib? Və lakin özün onun arxasında ona iqtida etdin, tabi oldun və namaz tam qıldın. Orada Abdullah İbn Məsud radiyallahu anh deyir ki, xilaf şərdir. Xilaf şərdir, xilaf şərdir. Peyğəmbər sallallahu aleyhi ve sellem də buyur ki, "Əl-cemaatu rəhmə vəl-firqatu azab." Cemaat rəhmət, ayrılıq isə əzabdır. Yəni o cemaatçılıq məfhumu budur. Yəni bu əməldə olmalıdır. Və bu cemaatçılıq məfhumu belə şeylərdə bilinir. O səbəbdən deyilib ki, əhl-i-sünnə vəl-cəmaə. Bu önəmlidir. Yəni bu əhl-i-sünnənin ən böyük vəsiflərindəndir. Bidət əhli həmişə təfriqə vəsfi ilə tanınıb. Ayrılıq. Və lakin sünnət əhli cəmaat vəsfi ilə tanınıb. O səbəbdən deyilib ki, əhl-i-sünnə vəl-cəmaə. Sünnət və cəmaat əhli. Və cəmaatla bir olmaq, yaşadığın yerdə məruf olan sələfi cəmaatdan ayrılmamağı və cəmaatla bir olmağın sabitliliyi üçün xüsusən bu cür fitnə dönəmlərində ən böyük amildir. Və ikinci səbəb, dində sabit qalmaq üçün, və bu da çox önəmlidir, müsəlman kişinin, müsəlman qadının, müsəlmanın ona aid olmayan məsələlərə girişməməsi. Bizim dildə desə, yəni bunu girməyən yerə başını salmaması. Vallahi bu sabitliliyi üçün ən böyük amildir. Siz fikir verin, hər kəs öz ətrafına baxsın. O qardaşlar ki, haqq üzərində sağlam əqidə və mənhəc üzərində sabit qala bilməyiblər. Siz onlara fikir verin, onlarda bu vəsf olub. Onlar özlərinə aid olmayan şeylərə giriblər. Və bu səbəb olub ki, onlar haqda sabit qala bilməyiblər. Yəni, hər şeylə maraqlanmaqla sən mükəlləf deyilsən. Bunu bil. Yəni, elə adam var ki, istəyir hər şeylə maraqlansın. Nə şübhə gəlir, elə bil ki, qəlbi şübhələrə açıqdır. Bidət əhlini dinləyir, bidət əhlini eşidir, bidət əhli ilə oturub durur. Bu bidət əhli sufi ola bilər, rafisi ola bilər, təkfirsi ola bilər, fərqi yoxdur. Bidət əhli bidət əhlidir. Zəlalət əhli bir şəxs ki, sünnət əhli deyil, bu zəlalət əhlidir. Ola bilsin, birinin zəlaləti biraz çoxdur, birinki azdır. Yəni, sələfin mənhəci belə olmuyor. Sələf bidət əhlindən uzaq durur. Məsələn, qardaşdır, gəlir, deyir ki, öz dili nə deyir? Deyir, axı, mən şübhəyə düşmüşəm. Deyirəm, niyə? Deyir, getdim, filan kəslə söhbət edim və şübhəyə düşdüm. İndi gəlib suallarla, nə üçün söhbət etdim və nə üçün şübhəyə düşdüm? Deyir, müəyyən məsələləri araşdırmaq üçün, müəyyən məsələləri dəqiqləşdirmək üçün. Deyirəm, qardaş, sən o müəyyən məsələləri araşdırmaq və ya dəqiqləşdirmək ilə mükəlləf idin? Deyir, yox. 8 ildə İslamdadır, üzündən Qur'an oxuya bilmir və sən bununla mükəlləfsən. Yəni, əslində o özünü elə bil ki, araşdırmacı kimi göstərir, özünü elm tələb edən kimi göstərir. O həqiqətdə şeytanın təlbisidir. Necə ki, İbn-i Qeym rahmanullah deyir, şeytan deyir, bir insanı şirklə, asiliklərlə azdıra bilməyəndə ona sağ tərəfdən yaxınlaşır. Yəni, onu xeyir işlərlə, yəni ona elə göstərir ki, sən xeyir üzərindəsən. Və özünə aid olmayan şeylərlə onu məşğul edir. Peyğəmbər sallallahu aleyhi və səlləm Buxarinin rəvayətində deyir ki, xayrukum mən təalləməl Qur'anə və alləmə. Sizlərin ən xeyirliniz Qur'anı öyrənən və onu öyrətəndir. Sizlərin ən xeyirliniz Qur'anı öyrənən və onu öyrətəndir. 8 ildir, 10 ildir ibadətdəsən. Bu, yəni, real misallardır, mən tanıdıqlarımı deyirəm. 10 ildir ibadətdədir, üzündən düzəməlli Quran oxuya bilmir. Sən nə üçün Allah Rasulunun, bu ümmətin xeyirlilərindən olaraq vəsf elədiyi kəslərdən olmaq istəmirsən? Bu önəmli məsələdir. Müsəlman kişinin ona aid olmayan məsələlərə yəni başını salmaması, o şeylərlə maraqlanmaması. Yəni, hətta biri sual verə bilər ki, yəni sən demək istəyirsən ki, qardaş, biz maraqlanmıyıq. Bəli, maraqlanmalı deyilsən. Çünki maraqlanacaq o qədər şeylər var ki, sən onlarla maraqlanmırsan. Hansı ki, o maraqlanacağın şeylər içərisində
fərz, vacib olan şeylər var. Məsələn, ərəbcə Quran oxumağın hökmü nədir? Hökmü vacibdir. Yəni, sənin ərəbcə Quran oxumağı bilməyin vacibdir. Və sən Quran oxuya bilmirsən, vacibi tərk eləmirsən. Mükəlləf olduğun şeyi etmirsən. Gedib nəyi araşdırırsan? Məsələn, araşdırırsan ki, Azərbaycan Darül İslamdır, Darül Küfürdür. Sən bununla mükəlləfsən, əxi. Mükəlləf deyilsən. Və sən araşdırırsan mükəlləf olmadığın şeyi. Bax, bu şey var ha, bu şey. Səni aparacaq zəlalətə. Vallahi, billahi və tallahi. Sən özünü araşdırmaçı kimi göstərsən də, söhbət təkfir məsələlərindən gedmir. Mən məsələn, haqdan, sələfi mənhəcdən azan adamı tanıyıram, fikri bir məsələdə azır. Hansı məsələdir? Nazik corab üzərində məhz etmək olar ya olmaz. Bu məsələ ilə sələfi mənhəcdən dönür. Bu biabırçılıq, bu şeytanın təlbisidir, hiləsidir. Aydındır, yəni bu məsələ belədir. Çünki ona belə vəsvəsə veriblər ki, belə şübhəyə salıblar ki, corab üzərində məsələn məhz etmək, nazik corab üzərində və ümumiyyətlə corab üzərində məhz etmək caiz deyil. Hə? Bu da güya bunu araşdırıb və xülasə nəticədə dırnaq arası buna sübut ediblər ki, corab üzərinə məhz etmək nədir? Caiz deyil. Və sonra bunun davamı gəlir axı. Davamı gəlir ki, deməli, dəstəmaz da batildir, dəstəmazsız qılınan namazlar da batildir. Siz necə haqdasınız ki, namazınızda şək var, şübhə var və s. və ilə axır. Nazik corab üzərinə məhz məsələsində bu məsələ ilə sələfi mənhəcdən dönənlər var. Bu məsələ fikri bir məsələdir. Lap tutaq ki, bu rəyi rədd elədin. Mənhəcə nə aidiyyəti var bunun? Həm də ki, bundan qabaq o qədər məsələlər var ki, məgər onları araşdırmısan, onlarla maraqlanmısan. Ona görə, yəni müsəlman kişi ona lazım olan şeylərlə maraqlanmalıdır. Öz qəlbini qorumalıdır. Bu, Quran və sünnənin əmridir. Allah subhanət hala Furqan surəsində axırlarında Rəhmanın qullarını vəsf edir və o vəsflərdən, yəni Allah subhanət hala Rəhmanın xas qullarından danışır, möminlərin vəsflərini qeyd edir. Və o vəsflərdən birisi وَعِبَادُ الرَّحْمَانِ الَّذِينَ يَمْشُونَ عَلَى الْأَرْضِ هَوْنَا وَإِذَا خَاتَبَهُمُ الْجَاهِلُونَ قَالُوا سَلَامًا. Rəhmanın qulları o kəslərdir ki, onlar yer üzərində vüqarla keçərlər və cahillər onlara söz atanda salam deyib keçərlər. Fikir ver. Cahillər onlara söz atanda salam deyib keçərlər. Deməli, sən gedirsən bu yolla, düz yolla. Cahil sənə qıraqdan söz atdı. Salam deyib düz getməlisən, yoxsa üzvü ona çevirib, ona başlamalısan mübahisə etməyə? Hə? Nə etməlisən? Düz getməlisən. Sən bu sırat-ı müstəqimdə düz gedirsən. Qıraqdan biri gəldi sənə fısıldadı. Düz get. Sən niyə gedib onunla maraqlanırsan? Bu elə bilir ki, bu mükəlləfdir. Cavabdehdir ki, mütləq buna bir şübhə salıblarsa, bir sual veriblərsə, bu bunu araşdırmalı. Yəni, bəzi qardaşlar elə başa düşürlər ki, mütləq hər sualın cavabını bilməlidir. Belə deyil. Sən özünü yükləyirsən. Və elə şeylər var ki, əslində o şeyin cavabını bilmək, sən ona mükəlləf deyilsən və xülasə edirəm, yəni o şeylərlə maraqlanmaq lazımdır ki, o şeylər sənin dinin, imanın, ən azından hətta dünyan və axirətin üçün faydalı olsun. O şeylə məşğul ol ki, orada ya sənin dünyəvi yöndən, ya uxravi yöndən bir faydan var. Yəni sənə bir mənfəət gətirəcək. İmanı və, əxlaqı və, sabitliliyi və. Və bu iki şey önəmli şeydir. Yaşadığın yerdə məruf olan sələfi cəmaatdan ayrılmamağın və bir də ki, sənə aid olmayan şeylərə qarışmamağın. Özünlə məşğul ol. Və doğrusunu Allah bilir. Belə də uşaq, yəni, nə sual var, inşallah. Bir Allah qardaş, 3 dənə sual verdi. Kim idi? Geçdi qardaş. Suallar yaddadır, var. Nerede getdi özü?
Elə mövzu ilə əlaqədar o Furqan surəsindən ayə Rəhmanın qulları haqqında. Burada bu sataşmağa cavab vermək kimi gedir, yoxsa elə həmin o dediyiniz kimi sırat-ı müstəqimdə doğru getmək. Məsələn, gedərkən orada ayədə gəlir ki, biri söz atarkən. Bunu kiminsə bu sataşması mı götürülür, yoxsa elə doğru getdiyin yolda araşdırma kimi? Yox, bu ayə əslində buna aiddir və lakin ayənin hökmü ümumidir. Yəni, alimlər bu ayədən bu faydanı çıxarırlar. Ya, ayə təbii ki, o şeyə aiddir ki, tək bu ayə deyil, Quranda başqa ayələr də var ki, məsələn, Mü'minun surəsində, həmçinin o Furqan surəsində möminlər lağlağı ilə qarşılaşanda, faydasız bir şeylə vüqarla üst çevirib gedərlər. Yəni, girməzlər ona. Və əslində bu məsələlər, hansı ki, sən o məsələləri araşdırmaqla mükəlləf deyilsən, sənə görə o elə həmin hökmdədir. Yəni, kimsə sənin qabağına o mövzunu çıxarsa, sən vüqarla üst çevirib getməlisən, durub araşdırmalı deyilsən. Yəni, məsələ budur. Bu, fərqi yoxdur, təkfir, sufi, rafisi fərqi yoxdur. Tutaq ki, məsələn, öz başıma gələn bir şey deyim, qardaş sən gedir, deyir, axı şübhəyə düşmüşəm. Bu bir və bir belə söhbətlərin birində qeydləmişdim. İndi sən də ödə rafisi şübhəsinə düşmüşəm və qardaş da elə danışır həyəcanla, deyirsən ki, doğrudan da böyük şübhəyə düşüb. Deyirəm, nə olub əxi? Deyir, qardaş, mənə sual verdilər ki, Fatimənin qəbri hardadır və mən şübhəyə düşmüşəm. Allah müstəhan. Yəni, Fatimə anamızın qəbrini bilmirəm hardadır. Yəni, nə olacaq ki? Yəni, onun qəbrini bilməklə, bilməmək arasında haqq, batil, yəni Fatimə anamızın qəbrinin bilinib bilinməməsi haqq ilə batil arasında bir meyar olub, yəni ayrıcı meyar olub. Bu nədir yəni? Bu həmin məsələdir. Kimsə buna şübhə atıb, biraz da bəziyib, yəni Fatiməni məsulum kimi göstərib ki, Peyğəmbər qızı qəbri bilinmir. Deməli, burada nəsə var. Bu düşüb şübhəyə və başlayır araşdırmağa. Allah müstəhan. Və qardaşa demişəm ki, misal gətirmişəm ki, nə qədər Peyğəmbər gəlib? Deyir, 124 mindən çox. Deyirəm ki, Muhammed sallallahu aleyhi və səlləmdən başqa hansı Peyğəmbərin qəbri bilinir? Deyir, heç birini. Deyirəm, indi neyini yeyik? Gülə bir qəbirlər axtaraq. Yəni, bundan sonra deyir ki, doğrudan. Yəni, Allah müstəhan. Bu şübhəni sənə qabağına çıxarıblar. Yəni, hər qabağına gələn şübhə ilə sən maraqlanmalısan, yəni. Söhbət bundan gedir. Əgər insan onun qabağına çıxarılan hər şübhə ilə maraqlansa, başqa deyimlər, şeytanın fısıldadığı hər vəsvəsəyə qulaq versə, o heç vaxt sabit qala bilməyəcək. Heç vaxt. Yəni, haradasa sən qulaq ardına vurmalısan. Nə üçün? Sabit qalmaq üçün. Çox qəribə şeydir ya. Yəni, sən haradasa qulaq ardına vurmalısan, nə üçün? Sabit qalmaq üçün. Bu sələfin mənhəcidir. Səndən də dində qeyrətli olanlar, dində səndən də canı yanan olanlar və dində səndən də ələm olanlar, elmli olanlar, sələflərimiz. Məsələn, Muhammed ibn Sirin dərsinə gəlir birisi və tələbələri yanında olur. Muhammed ibn Sirinə sual vermək istəyir və o da bidəti ilə məruf olan biri olur. Muhammed ibn Sirin qoymur ona sual verməyə. Və sonra görür ki, Muhammed ibn Sirinə yaxınlaşmaq üçün qapı yoxdur. Bütün qapıları bağlayıb. Və deyir ki, ya Muhammed, sənə Allahın kitabından bir ayə oxumaq istəyirəm. Muhammed ibn Sirin axırda qulaqlarını tutur və deyir ki, ya sən bu məclisi tərk edəcəksən, ya da mən. O gedir. Və sonra tələbələri soruşur ki, nə üçün belə etdin? Uzaq başı Allahın kitabından bir ayə oxuyacaqdır. Deyir, mən öz qəlbimə sahib deyiləm. Mən bilmirəm ki, o nə oxuyacaqdı, yəni o elə bir şübhə sala bilərdi ki, yəni qəlbimə bir düşərdi və sonra mən onu qəlbimdən çıxara bilməzdim. Yəni insan, yəni belə deyək də, öz qəlbini qorumaqla məşğuldur. Yəni məsələ bundadır ki, bizdən kimsə gedir, təbii ki, bu məsələləri əhlinə buraxmaq lazımdır. Lazım deyil. Məsələn, adi bir misal deyim, aqil insan necə edir? Belə qardaşlar var, əlhamdülillah, və çoxdur. Bir rafizi və ya başqası kimdirsə, şübhə salanda, bir söhbət edəndə deyir, qardaş, dayan, götür bu kitabı oxu, götür bu dərsi dinlə, sənin suallarının cavabı oradadır. Aqil insan belə edir, yəni qaytarır mənbəsinə. Bir qardaş deyir ki, belə elədim,
belə elədim. Mənə qayıtdı, dedi ki, yox, o kitab lazım deyil, oxumayacam. O dərs də lazım deyil, dinləməyəcəm. Mən sənə söhbət eləmək istəyirəm. Deyirəm ki, qardaş, öz dili ilə deyib də, yəni bu deyib ki, mən haqq istəmirəm, yəni. Mən onsuz da qəbul etməyəcəm. Bu insan öz dili ilə deyib ki, mən səni spor eləmək istəyirəm, mübahisəyə gəlmişəm. Yəni öz dili ilə insan açıb özünü. Həmd olsun Allaha. Çəkil də. Yəni sən belə deyək də axı, onu haqqa yönəltməkdən daha çox öz qəlbini qorumaqla mükəlləfsən. Yəni bunu başa düşməlisən sən. Şeyx, yəni Allah razı olsun, xatırlatdınız burada cəmaatı qorumaq məsələsində. Bu orada və sələfdə təfrid, ifrat məsələsi də var da. Yəni nə şişitməməlisən, nə alçatmamalısan. Burada elhamdülillah qardaşlar maşallah Allah sabit eləsin. Yəni belə bir artıya fitnə gəldi, Allah Subhanahu qorudu da. Yəni cüzi bir qism olaraq getdi, amma elhamdülillah qardaşlar sabit qaldı. Allah Subhanahu qorudu. Yəni bir görsən ki, elə bir xırda məsələ olur ki, o məsələni şişirdirlər, qardaşlar düşür qeybətə, hansı ki Quran-Kərimdə Allah Subhanahu haram eləyib. O qeybət gedir, amma yaddan çıxıb ki, bu xırda elədilər, mübahisəsi xırda idi. Böyük bir harama düşürlər. Ondan başqa da ki, görürsən ki, bu köhnə qardaşlar var ki, bu işin içində olublar, bu işi bilirlər ki, burada bir balaca şücaətli eləyib, bir balaca cəhd göstərsələr, bu iş aşar. Amma bir qıraqdakı qardaş hələ təzə gəlib, ya indi istəyir özünü təzə soxsun o qardaşların arasına. Görürsən ki, şey eləyir ki, yox, fitnə olar, eləmə belə, eləmə elə. Bu məsələlər barəsində mən bir sizə bir az çox dedim. Axı, bu məsələlər hardasa elə bil məsləhə, məfsədəyə qayıdan məsələdir. Yaşayan yerdə ağsaqqalların... Təbii ki. Yəni, o, tutaq ki, hər məsciddə, hər yerdə hökmü eyni deyil, yəni. Yəni, bir hökmü, ümumi qaydalar var, amma ümumən götürülür, yəni məsləhə, məfsədə, buna baxılır. Və təbii ki, ağsaqqal, yəni onlar da məsləhət görülür. Yəni, nədə fayda varsa, hətta ola bilər ki, məsələn, misal üçün belə götürək də, Bakıda məscidlərin birində belə bir hadisə olmuşdu. Tutaq ki, bir münkər idi, o münkəri istədilər dəyişsinlər və lakin elə bir yol idi ki, o yol da hardasa tam belə saf yol deyildi, orada da hardasa bir fitnə ola bilərdi, problem ola bilərdi və lakin məsləhət babından gördülər ki, yəni bu bununla düzələcək, belə deyək də, böyük münkəri kiçik, böyük fitnəni, belə deyək, kiçik bir fəsadla aradan qaldırmaq olacaq. O kiçik fəsada getdilər və əlhəmdülillah nəticə də verdi. Bu məsləhətə, məfsədəyə baxan şeydir də. Yəni, o çox adamın... Ona görə o İmam Tirmizi Rəhməllahın bir sözü var, deyir ki, böyük məsələlərə kiçiklər qarışanda körlüyürlər. Bu məsələlər ağsaqqallara, o məscidin, o yerin halını bilənlərə qayıdır. Hətta fikir verirsə, səfərdə belə Peyğəmbər sallallahu aleyhi ve selləm əmir təyin etməyi məsləhət görür. Aydındır. Və əmir də səfərdə kimi təyin edirlər adətən? Ya ağsaqqalı, ya da mən elə bir kəndə gedirəm ki, 5 nəfər gedirik və o 5 nəfərdən biri o kənddəndir, o kəndin əhlidir. Ya ağsaqqal təyin edilir, ya da oranı tanıyan və bilən təyin edilir. Bayaqki dediyim məsələndə, qardaş nəsə əlavə eləmək istəsə, inşallah, bilmirəm, məsələni bilir, bilmir. Yəni, qayda budur daxil, şəriətdə inşallah. Yəni, oranı ağsaqqalı bir baxmalıdır. Şübhəsiz, oranın halını bilən, vəziyyəti bilənə qaydır bu məsələ. Yəni, məsləhə və məfsədəyə qaydır bu məsələ. Yəni, şəriətdə elə məsələlər var ki... Yaxınlarda münkəri inkar eləyiblər, qardaşlar, Allah razı olsun. Tutub atıblar qırağa ki, sənliyi öldü. Çünki Peyğəmbər sallallahu aleyhi təmizləri var. Hədisdə də gəlir, axı, kim bir münkər görsə, onu əli ilə dəyişsin. Və illəm yəstədir, əgər gücü çatmasa, fəbilisənihi, dili ilə. Buna da gücü çatmasa qəlbi ilə, və dəlikə ədə afililmət. Bu da imanın ən zəiflidir. Yəni, Peyğəmbər sallallahu aleyhi və səlləm münkəri inkarda istətə'anı, güc çatmağı şərt qoyur. Və həmin hədisdən götürülən faydadır. Yəni, bəzi şeylər var, orada istəta'a şərtdir. Və münkəri inkarda istəta'a şərtdir. Nə deməkdir? Yəni, istəta'a insanın gücü çatması. Yəni, hədisdə gəlir ki, bir münkər görsəz, onu mütləq əlvizlə dəyişin. Əgər gücünüz çatmasa, yəni,
Deməli, Allah Rasulü əgər gücünüz çatmasa dedisə, deməli, gücün çatması şərtdir. Yəni əgər güc çatsa, əl nə dəyişirsə. Təbii ki, burada güc çatmaq, yəni qol gücündən gedir söhbət. Yəni, mənim qolumun gücü var, vurum, yıxım, yox. Həmin məsləhə, məfsədədən gedir söhbət. Yəni, orada sənin o münkəri əllə dəyişməyin xeyrə aparacaqsa və buna gücün çatırsa, bunu əllə edirsən. Gücün çatmırsa, dinlə edirsən. Gücün çatmırsan, qəlbinə o münkəri inkar edirsən, dua edirsən Allaha. Və bu da imanın zəifidir. Bu hədisdən götürülən fayda da budur ki, münkəri inkarda insanın gücünün çatması şərtdir. Məsələn, əmirlərlə haramlar da belədir. Məsələn, Allah Azza və Cəllənin əmr etdiklərində istita'a şərt deyil. O mənada ki, Allah Subhanahu Taala bir şeyi əmr edirsə, daha doğrusu, əstəğfirullah, əksinə, əmirlərdə də istita'a şərtdir, yəni gücün çatması. Allah Subhanahu Taala bir şeyi əmr edirsə, orada istita'a şərtdir, gücün çatması şərtdir. Gücün çatanı edirsən. Həccə Allah Azza və Cəllə əmr edib, gücün çatır, həcc edirsən. Zəkatı əmr edib, gücün çatır, verirsən. Namazdır, gücün çatır, ayaq üstə qılırsan, gücün çatmır, oturaraq. Düzdürmü? Əmirlərdə istita'a şərtdir. Lakin nəhiylərdə, haramlarda istita'a şərt deyil. Ona görə Peyğəmbər sallallahu aleyhi və səlləm bu qayda da bu hədisdən götürülür. Allah Rasulü buyurur ki, mən sizə nəyi qadağan etdimsə, mütləq şəkildə çəkinin. Nəyi əmr etdimsə, gücünüz çatan qədər edin. Gücünüz çatırsa edin. Çünki haramlarda gücün çatmağı şərt deyil. Allah Subhanahu Taala zinanı haram edib, kimsə deyə bilməz ki, mənim gücüm çatmır. Çünki Allah Subhanahu Taala o şeyləri haram edib ki, Allah Subhanahu səni məni yaradan odur. Və o bilir bəşər fitrəti nəyə tav gətirir, nəyə gətirilir. Ona görə haramlarda istita'a şərt deyil. Nəyə haram edibsə mütləq çəkilməlisən. Allah Subhanahu Taala şərabı haram edib, yox mənim gücüm çatmır. Belə şey yoxdur. Amma əmirlərdə belədir. Əmirlərdə həmçinin münkəri inkar etmək də əmirlərdəndir. Yəni əmirlər babına girir. Onda da istita'a şərtdir və bu da qayıdır bayaq dediyim məfsədəyə. Olsun Allah. Bu dəvətin ümumiyyətlə fəziləti nə dərəcədədir yəni İslamda? Yəni necə eləsə, yəni belə bir hallarda məsəl üçün başqa qapılar bağlanır. Nə nəsihət eləyərdiniz ki, biraz faydalarını öyrənsin. Və bir də ki, yəni fəzilətlər haqqında biraz zəhmət olmasa, yəni fəzilətli bir əməldir. Axı, təbii ki, yəni mən istəmirəm dəvətin belə ümumi fəzilətlərindən danışım. Yəni bu, əlhamdülillah, yəni hər kəsə məruf məsələdir. Yəni Allahın yoluna dəvət, yəni sənin əlinlə, necə hədisdə gəlir, sənin əlinlə kiminsə hidayəti gəlməsi sənin üçün qırmızı dəvələrdən əfsəldir. Sənin əlinlə kiminsə hidayəti gəlməsi döyüş meydanlarında sən kafirlər sizin başınızı vurmaqdan əfsəldir. Sənin əlinlə kiminsə hidayətə gəlməsi. Və lakin o dediyim məsələ, bayaqları qeyd edildiyim ikinci məsələdir. Nə vaxt dəvət dayanır? Nə vaxt insan dəvətdən əlini çəkir? O zaman ki, insan özünə aid olmayan şeylərlə məşğul olar. Aydındır. Məsələn, bir dəfə bir qardaşlar xahiş elədilər, bir yerə getmişik. Bir yaxın qardaş idi. Sonra xəbər çatdı ki, bu insan təmiz əqidəsində çönüb. Elə oldu, getdik evinə, söhbət eləməli olduq. Deməli, özünə aid olmayan hər şeydən danışır. Evində yoldaşı hicabsızdır, təsəvvürlə. Yoldaşı hicabsızdır. Ana-ata namaz qılmır. Yəni, bu adam evinin ab-havasına baxdı. Gördü ki, bu adam evinin içi üçün heç nə etməyib. Və lakin özünə aid olmayan hər məsələdən danışır. Bax, bu məsələ, yəni insanın özünə aid olmayan şeylərlə məşğul olması gətirib buna çıxarır. Yəni, sən cavabdehsən öz nəfsi və əhlivi qorumaq. Allah Azza və Cəllə buyurur ki, özünü və əhlivi yanacağı daşlar və insanlar olan cəhənnəm odundan qorur. Sən bu ona mükəlləfsən. İlk növbədə öz nəfsidir və sonra da əhlivi qorumaqla. Və sonra da gücün çatan qədər dəvətlə.
Və təbii ki, dəvət də söhbət ondan getmir ki, yəni ən böyük dəvət nədir? İnsanın hal dili, onun əxlaqı ən böyük dəvətdir. Gözəl əxlaq ən böyük dəvətdir. Və bilirsiniz nə qədər bugün müsəlman ölkələri var ki, o ölkələr müsəlman ordularının hesabına fəth olunmuyor. Müsəlman tacirlərinin hesabına fəth olunur. O müsəlman tacirlərinin əxlaqına görə həmin ölkələr İslamı qəbul ediblər. Yəni, müsəlman tacirlərinin əxlaqları səbəb olub, böyük məmləkətlər İslam dininə girib. Və bugün həmin ölkələr bugün ən çox, yəni əhalisi ən çox müsəlman olan ölkələrdəndir. Və ora heç bir İslam ordusu gedmir. Və əxlaq böyük dəvətdir. İnsan öz ailəsində, həmçinin evindən kənar. Və həmçinin dəvətdə də bir şey deyim ki, insan yəni belə desəm, yəni etdiyi və edəcəyi şeyi gərək kiçik görməsin. Məsələn, çox təəssüflər ki, bəzi qardaşlar, məsələn, bir qardaşa təklif olunur ki, axı sən tutaq ki, müəyyən uşaqlara, qardaşlara Quran əlifbası öyrətmək təklif olunur və qardaş görürsən ki, olub belə, onu kiçik bir əməl görür. Yəni, mən oturacam, uşaqlara Quran əlifbası öyrədəcəm. Hansı ki, mən, məsələn, Misirdən gəlmişəm, İordaniyadan gəlmişəm, hardansa, mən 5 il oxumuşam. Mən oturacam, indi uşaqlara əlifba keçəcəm. Belə, yəni, müsibətdir bu. Yəni, onu özü üçün bir növ kiçiklik əlaməti görür. Yəni, nə? Sən biraz araşdırmışsan, ortaya çıxır ki, böyük məsələlərdən danışmaq istəyir. Aydındır, belə dəvət olmur. Allah subhanətə bu dəvəti bərəkət verməyəcək. Elə dəvət elə o əlifbadan başlayır. Elə bərəkət ondadır. Bayaqlar dedim hədis. Xayrukum mən təalləməl Qur'anə və alləmə. Sizlərin ən xeyirliniz Qur'anı öyrənən və onu öyrətəndir. Bu belə. İxlasla.com saytı tərəfindən təqdim olundu.